Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ve sellem ala nebina Muhammedin ve ala alihi ve men istenne bi sünnetihi ila yevmiddin. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana. İnneke entel alimul hakim. Amma ba'd, esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Deməli, dəyərli qardaşlar, istiqamət üzərində olmaq üçün 10 qayda risaləsi var. Onu oxumaqda davam edirik. Allahdan istəyirəm ki, Allah Teala bizi doğru yoldan ayırmasın. وَمَنْ بِكُمْ مِنْ نِعْمَةٍ فَمِنَ Allah. Sizdə olan hər bir nemət Allahdandır. Necə Allah Teala Quran-ı Kərimdə buyurur: وَاِنْ تَعُدُّوا نِعْمَةَ اللّٰهِ لَا تُحْصُوهَا. Əgər Allahın nemətlərini saymağa qalsa sayıb bitirə bilməzsiniz. Çoxdur Allahın nemətləri və o nemətlərin içində demək olar ki, ən böyüyü istiqamət, sırat-ı müstəqim üzərində olmaqdır. Allah Teala bizi sona qədər sabit etsin. Allah Teala son kəlməmizi ən gözəl kəlmə olan La ilahe illallah kəlməsi etsin. Buyurur ki, şeyx, Haqiqatul istiqamə, istiqamətin həqiqəti, yəni doğru yol üzərində olmaq həqiqətdə nədir? Lüzumu mənhəcil qavi və sırat-ı müstəqim. Möhkəm mənhəcə və doğru yola yapışmaqdır. Möhkəm mənhəcə və doğru yola yapışmaqdır. Və sonra buyurur ki, istiqamətin özü-özündə nədir? Nəyə deyilir? Gəlin bu barədə sahabələrin, tabeinlərin və onlara gözəl şəkildə tabi olanların sözlərinə baxaq. Baxaq görək ki, necə izah veriblər bu kəlməyə. Qalə Sıddiqul Ümmə Əbu Bakır radiyallahu anhu fi təfsiri qavlihi Teala: İnnellezine qalu Rabbuna Allahu thumma istaqamu. Ümmətin Sıddıqı Əbu Bakır, Allah ondan razı olsun, hər birimizi onunla bir yerdə həşr eləsin Allah Teala qiyamət günü. Buyurur ki, ümmətin Sıddıqı Əbu Bakır bu ayənin təfsirində buyurub: o kəslər ki, Rəbbimiz Allahdır deyib, thumma istaqamu, sonra doğru yol üzərində olarlar, istiqamət üzərində olarlar. Humullezine lem yüşriku billahi şey'a. İstiqamət üzərində olanlar o kəslərdir ki, Allaha heç bir şey ortaq qoşmurlar. Allaha heç bir şeyi ortaq qoşmurlar. Hətta 70.000 nəfər hədisi ki var, bilirsiniz, cənnətə sorğusuz, sualsız, əzabsız daxil olacaqlar. Muhammed sallallahu aleyhi ve sellem onlar deyib və gedir evinə, öz otağına, hücrəsinə daxil olur. Və sahabələr öz aralarında danışırlar ki, görəsən kimlərdir onlar. Bəziləri deyirlər ki, humullezine lem yüşriku billahi şey'a. Onlar o kəslərdir ki, Allaha heç bir şey ortaq qoşmayıblar. Sonra bəzi rəylər irəli sürürlər. Sonra Muhammed sallallahu aleyhi ve sellem onlara öyrədir ki, onlar kimlərdir. Şübhəsiz, yəni 70.000 nəfəri kimdən hesab edirlər? Allaha ortaq qoşmayanlar. Yəni onlara görə cənnətə sorğusuz, sualsız daxil olmaq, yəni kiçik əməllərin sahibi olmaz. Böyük əməl etməlidir. O böyük əməl də hansıdır? Tövhidi yaşamalıdır. Tövhid səni cənnətə aparacaq. Allah Teala bizi tövhid əhli etsin. Sonra buyurur ki, şeyx, Ömər ibn Xattab, Allah ondan razı olsun, o da, daha doğrusu İbn Abbas, Allah ondan razı olsun, buyurur ki, ثُمَّ اسْتَقَامُوا, Rəbbim Allah'tır deyib, sonra doğru yolda olanlar, alə şəhədəti ən la ilahə illallah. Yəni, la ilahə illallah şəhədətinin üzərində olanlar. Həmçinin bunu deyib, Ənəs radiyallahu, İmam Mücahid, Əsvad, İbn Hilal, Zeyd ibn Əsəm və Süddi və İkrimə və qayrihim. Onlar da belə təfsir veriblər ki, doğru yolda olanlar, yəni la ilahə illallahın üzərində olanlar, yaşayarlar onu. Sahabə Abu Hureyre radiyallahu anh Muhammed sallallahu aleyhi ve selleme sual verir ki, fikir verin qardaşlar, sahabələrin suallarına. Bəzən qardaşlar elə suallar verirlər ki, vallahi onlara, yəni nə dinlərində, nə də dünyalarında bir fayda yoxdur. Mesela adam SMS yazıb, yəni WhatsApp'da yazıb sual verib, sual verir ki, məsələn, qardaş, Musa aleyhissalamın ağacı, asası hansı ağacdan olur? Yəni, qardaş, bu sənə lazım deyil. Bu sənə lazım deyil. Alimlərdən birinə sual verirlər.
ki, şeyx bizə izah elə ki, cin nədir, şeytan nədir, iblis nədir? Şeyx də deyir ki, qardaş, mən Mədinədən durub sənin ölkəvə sənə elm öyrətməyə gəlmişəm. Sən də mənə özünə aid olmayan bir sualı verirsən. Yəni, mən desəm ki, ayrı-ayrılıqda onlar nədir? Sənə nə təsir eləyəcək? İmanından nəsə artacaq? Artmayacaq. Ona o dəyərli qardaşlar, baxın sahabələrə. Yəni, əksər vaxtda elə suallar veriblər ki, axirət məsələlərində. Abu Hureyra radiyallahu anhu şəfaət məsələsini bilir. Muhammed sallallahu aleyhi ve sellem edir ki, ya Resulallah, mən əsədun nəsi bi şəfaətik yevməl qiyamə. Qiyamət günü sənin şəfaətinə nail olan o xoşbəxt insanlar kimlərdir? Muhammed sallallahu aleyhi ve sellem deyir ki, mən qalə la ilahə illallah xalisan min qalbihi. Kim la ilahə illallahı qəlbində ixlaslı şəkildə, yəni qəlbində ixlaslı şəkildə desə, o mənim şəfaətimə nail olacaq. Fikir verin. Yəni, hansı əməli eləmək lazımdır ki, o sənin şəfaətli qiyamət günü əldə edək. Fikir vermək lazımdır sahabələrə. Ona görə Allah Teala bir çox ayələrdə onların yoluna tabi olmağa bizi yönəldir. İnşallah ayələrdən qeyd eləyəcəyik. Sonra burada İbn Abbasdan yenə gətirir. Buyurur ki, İbn Abbas ثُمَّ اسْتَقَامُ sonra doğru yolda olanlar İstəqamu alə ədəi faraidihi. Yəni, Allah Teala'nın fərzləri ki var, vacib ibadətləri ki var qullarına, onları əda eləyərlər. Lakin əda deyəndə necə qardaşlar Allah Teala təyin eləyir? Məsələn, namaz. Namazı adam var, məsələn, öz istədiyi vaxtda qılır. Yataram, duraram, qılaram, işdən sonra axşam bir yerdə cəm eləyərəm, bağışlayan Allah belə də bağışlayar və s. Necə gəldi qılır? Yox. İnnə salətə kənət aləl mü'mininə kitabən məvqutə. Namaz möminlərə bəlli vaxtlarda vacib edilmişdir. Sual verir ki, sahabə ya Rasulallah, əyyül əməlu əhəbu ilallah. Allaha ən sevimli əməl hansıdır? Muhammed sallallahu aleyhi ve sellem nə deyir? As-salatu alə vaxtihə, əhsən, vaxtında qılınan namaz. Qiyamət günü qul 4 məsələdən soruşulmayınca ayağını yerdən götürməyəcək, tərpənməyəcək. Birincisi nədir? Namaz. Namazdan soruşacaq Allah subhanahu wa ta'ala. Ona görə fərzləri necə Allah Teala deyib, elə də əda eləmək lazım. Muhammed sallallahu aleyhi ve sellem başqa hədisdə deyir ki, sallu kəmə rəaytumunu salli. Məni necə gördünüz namaz qılan? Siz də elə namaz qılın. Elm əhlidir ki, bura daxildir nə? Namazın vaxtının daxil olması. Çünki Muhammed sallallahu aleyhi ve sellem namazın vaxtı daxil olmasaydı namaz qılmazdı. Namaz vaxtı daxil olanda deyərdi ki, ya Bilal, ərihnə bis saləh. Ey Bilal, qalx, azan ver, namazla bizi rahatlaşdır. Bu da dəlildir ki, namaz insanın qəlbini rahatlaşdırır. Əllezine əmənu və tatma'innu qulubuhum bi zikrillah. İman gətirənlərin qəlbləri Allahı zikrinə rahatlıq tapır. Və aqimis salate li zikri. Musa aleyhissalama deyir ki, Allah Teala və aqimis salate li zikri. Məni xatırlamaq üçün, anmaq üçün, zikr etmək üçün namaz qıl. Namaz özü ən böyük zikirdir. Kim ki namaz qılmırsa və ya namaza səhlənkardırsa, istədiyi vaxtda əda edirsə, vallahi böyük təhlükədədir. Böyük təhlükədədir insan. Sonra buyurur ki, Əbu Əliyə Ər-Riyahi rahiməhullah, Allah Teala buyurur ki, ثُمَّ اسْتَقَامُ sonra doğru yolda olanlar, ثُمَّ أَخْلَصُ لَهُ الدِّينِ وَالْعَمَلِ sonra bütün dini və etdikləri əməllərin hamısını Allah üçün ixlasda edərlər. Allah üçün ixlasda edərlər. İxlas, dəyərli qardaşlar, necə dəfələrlə qeyd olunur, yəni heç bir qarışıqsız əmələ, yəni xalis bala, heç bir müdaxilə olmadığı kimi, salih əmələ də heç bir müdaxilə olmalı deyil. Əgər müdaxilə olsa, məsələn, riya olsa, artıq Allah onu qəbul eləməyəcək. İzhəbu ilə mə kuntum turaunə fid dünya. Allah Teala deyəcək, kimi üçün əməl eləmişsən dünyada, ged onun yanına, kimə göstərirdin əməlləri? Ged onun yanına, həl təcidunə indəhum şeyən. Gör, sizə bir savab verəcəklər. Yəni, böyük əməllər eləyirsən, lakin riyakarlığına. Olmaz, Allah qorusun. Allah Teala hər birimizi ixlaslı etsin. Məsələn, adam sədəqə verir. Adam sədəqə verir. Sədəqəni əsl odur ki, necə vermək lazımdır? Gizlin. Necə Muhammed sallallahu aleyhi ve sellem deyir?
sağ əlin verdiyini sol əl görməli deyil. Lakin alimlər qeyd edirlər ki, ehtiyac olarsa təşviq baxımından aşkar verə bilər. Hətta Allah Teala qeyd edir Quran-ı Kərimdə. Təşviq baxımından aydın verə bilərsən. Əsl odur ki, əməl gizlədilməlidir. Əməl gizlədilməlidir. Və burada buyurur ki, əxləsu ləhu-din vəl-əməl. Dini və əməlləri xalis Allahın rızası üçün edərlər. Allah Teala yaratmaqda zaten məqsədi budur. Allah Teala nə deyir? Mülk surəsinin əvvəlində Əl-ləzi xalaqal mevtə vəl-həyətə liyəbluvakum əyyukum əhsənu əmələ. Hansımızın əməl baxımından üstün olmasını sınamaq üçün, bilmək üçün ölümü və həyatı yaradan odur. Əməl baxımından ən üstün olan, necə Fudayl ibn İyad deyir, Allah ona rəhmət etsin, hansımızın əməli xalis Allahın rızası üçün olub və Muhammed sallallahu aleyhi və səlləmin sünnəsi üzərində olacaqsa. Burada Əbu Aliyə Ər-Riyahidən gətirir bu sözü. Dəyərli qardaşlar, necə bilirsiniz? Muhammed sallallahu aleyhi və səlləmdən sonra Allaha ən gözəl şəkildə tabi olanlar onun sahabələri idi. Abu Bakır, Ömər, Osman, Əli və s. sahabələr. Allah hamısından razı olsun. Necə ki, razıdır özü. Bir nəfər gəlir Əbu Aliyə Ər-Riyahinin yanına. Çünki biz istiqamətdən, doğru yoldan danışırıq və buna uyğun da ona görə zikr edirəm. Gəlir, deyir ki, ey Əbu Aliyə, Allah Teala Fatihə surəsində deyir ki, İhdina sıratal mustaqim. Məni doğru yola yönət. Məs sıratul mustaqim fi qavlihi ta'ala. Allahın bu ayəsində doğru yol nədir? Nə deməkdir? Əbu Aliyə deyir ki, rahiməhullah, As-sıratul mustaqim huva Rasulullah sallallahu aleyhi və səlləm və sahibəhu min ba'dihi Əbu Bakr və Umar. Doğru yol Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm və ondan sonra onun iki sahabəsi Əbu Bakr və Ömərdir. Yəni, onların yoluna tabi ol. O da gəlir Həsən el-Basrın yanına bu cavabdan sonra, deyir ki, ya şeyh, Əbu Aliyə Ər-Riyahidən sıratul mustaqim haqqında soruşdum. Sual verdim ki, nədir o? O da cavabda dedi ki, sıratul mustaqim Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm və ondan sonra iki sahabəsi Əbu Bakr və Ömərdir. Sən nə deyirsən bu barədə? Həsən el-Basri, böyük tabiin, sahabələrdən elm götürmüş tabiin deyir ki, sadaqa və nasaha, düz deyib, doğru deyib və sənə nəsihət eləyib. Fikir verirsiniz? Bəli, Muhammed sallallahu aleyhi və səlləm ən doğru yolda olan idi, çünki Allah'tan gəlmişdi və ona ən gözəl şəkildə tabi olanlar da kim idi? Elə Əbu Bakır və Ömərdir. Elə o Əbu Bakırdır ki, Muhammed sallallahu aleyhi və səlləm deyir ki, فَإِنَّ اللّٰهَ اِتَّخَذَنِي خَلِيلًا كَمَا اِتَّخَذَ İbrahimə خَلِيلًا. Allah İbrahimi özünə dost götürdüyü kimi məni də özünə dost, xəlil götürür. وَلَوْ كُنْتُمْ مُتَّخِذًا مِنْ أُمَّتِي خَلِيلًا لَاتَّخَذْتُ أَبَا بَكْرٍ خَلِيلًا. Əgər mən də ümmətimdən özümə xəlil götürəsi olsaydım, dost götürəsi olsaydım, Əbu Bakrı götürərdim. Buna görə Əbu Bakra tabi olmaq lazımdır. Evlatlara Əbu Bakr adını qoymaq lazımdır, dəyərli qardaşlar. Əlhəmdülillah, təşviq eləmək lazımdır. Adlar qoyun, Əbu Bakr, Ömər, Osman, Əli, Həsən Hüseyin, Fatimə qoyun, Ayşə qoyun, Xədicə qoyun, Talha qoyun. Vallahi bu adları qoyun. Neysə nə çəkinməyin, əlhəmdülillah, dinimizdir, qadağa da yoxdur. Salihlərin adını qoymaq lazımdır evlatlara və o salihlərdən onlara danışmaq lazımdır. Öyrətmək lazımdır onlara o salih insanların əməllərini. Hansı ki Allah subhanahu və teala o salihlərdən razıdır. Allah Teala bildirir ki, Quran-ı Kərimdə وَاتَّبِي سَبِيلَ مَنْ أَنَابَ إِلَيَّ. Mənə üst tutanların yoluna tabi ol. Allaha subhanahu və teala'ya, Muhammed sallallahu aleyhi və səlləmlə sonra sahabələrdən gözəl üst tutanlar var idi. Əbu Bakır, dəyərli qardaşlarım, tanımaq lazımdır. Bu şeyləri bilmək və insanlara danışmaq lazım. Heç nə çəkinmədən, heç nə tərəddüd etmədən və bunu sevərək eləmək lazımdır. Muhammed Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, As-sabr ində sadmətul ulə.
Fikir verin adamın sabitliyinə. Bildiyimiz bir şeydir. Lakin inşallah minbə bir fayda babından Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, səbir ilk anda olur, müsibətin ilk anında. Sahabələr üçün Muhammed sallallahu aleyhi ve sellemin vəfatından böyük bir müsibət yox idi. Ənəs deyir ki, radiyallahu anhu, o zamanki Muhammed sallallahu aleyhi ve sellem Mədinəyə daxil oldu, hər şey nura bürünmüşdü. O zamanki o dünyasını dəyişdi, hər şey zülmətə bürünmüşdü. Abu Bakır gəlir Peyğəmbər sallallahu aleyhi ve sellemin evinə, hansı ki o gün birinci gün Muhammed sallallahu aleyhi ve sellem dünyasını dəyişir. Gəlir onu ziyarət eləyir. Ziyarət eləyəndən sonra izin istəyir. Deyir ki, ya Rasulallah, istəyirəm ailəmin yanına gedim. Muhammed sallallahu aleyhi ve sellem deyir ki, ged. Və gedir, sonra eşidir ki, Muhammed sallallahu aleyhi ve sellem dünyasını dəyişir. Ayşə anamızın qucağında dünyasını dəyişir. Çünki digər yoldaşlarından icazə istəmişdi ki, icazə versinlər ki, qoy Ayşənin yanında olsun. Allah bütün sahabələrdən razı olsun, kişilərdən və qadınlardan. Və xəbər göndərirlər Abu Bakra ki, Muhammed sallallahu aleyhi ve sellem dünyasını dəyişdi və gəlir. Gəlir görür ki, insanlar həqiqətən də çox təşviş içindədirlər. Yəni, gözləmədikləri bir müsibət. Çünki onlar əldə düşünürdülər ki, sahabələr, yəni sanki belə yaşayırdılar ki, onlar öləcəklər, Muhammed sallallahu aleyhi ve sellem əbədi qalacaq. Yəni, onlardan sonra qalacaq. Lakin Allah nə demişdi Quranda? İnnəkə meyyitun və innəhum meyyitun. Sən də öləcəksən, onlar da öləcək. Sonra ində rabbikum yaxtasimun. Sonra qiyamət günü sonra ində rabbikum yevməl qiyamətə ində rabbikum yaxtasimun. Sonra qiyamət günü Allahın qarşısında mübahisə eləyəcəksin. Allah təala xəbərdar eləyəcək kimlər nə eləyib. Gəlir görür ki, Ömər qəzəblənib. Özündən çıxıb Ömər. İnsanlara deyir ki, kim desə ki, Muhammed sallallahu aleyhi ve sellem dünyasını dəyişib, onun boynunu vuraram. Abu Bakır gəlir, deyir ki, kişi, ya racul, ey kişi, sabit ol. Alə rislik, tələsmə. Sonra qalxır minbərə. Ondan əvvəl gəlir Ayşənin hücrasına, xeyməsinə daxil olur. Görür ki, həqiqətən də Muhammed sallallahu aleyhi ve sellem dünyasını dəyişib və üzünü də örtüblər. Üzündə olan parçanı götürür, öpür iki gözünün iki qaşının arasından. Deyir ki, Allah Rasulü, atam və anam sənə fəda olsun. Sən dirikən də gözəl idin. Dünyavı dəyişdin, yenə gözəlsən. Sonra gəlir minbərə çıxır. Fikir verin, necə ən böyük bir müsibətin anında Muhammed sallallahu aleyhi ve sellemin hədisini necə yaşayır? As-sabru ində sadmətul ulə. Səbir müsibətin ilk anındadır. Çünki Muhammed sallallahu aleyhi ve sellemin tərbiyəsi idi onlarda. Ona görə Allah'ı təhqir edənlər tanımırlar. Gəlir minbərə qalxır, deyir ki, tarifləyir Allah Taala'nı, elhamdülillah deyir, Allah sənə alır. Sonra deyir ki, thumma əmmə bəd, ya eyyuhən nəs, ey insanlar, mən kənə yəbudu Muhammeden, fə innə Muhammeden qad mət. Kim Muhammedə ibadət eləyirdisə, sallallahu aleyhi ve sellem artıq dünyasını dəyişir. Fikir verin sözlərə. O sözlər qalıb bu gün bizə də gəlib çatıb. İxlaslı sözləridir. Sabit dildən və qəlbdən doğmuşdur. وَمَنْ كَانَ يَعْبُدُ اللّٰهِ فَاِنَّ اللّٰهِ حَيٌّ لَا يَمُدْ. Amma kim Allah'a ibadət edirsə, Allah ölməzdir, əbədidir. Əbədi sağ olandır Allah Teala. Və sonra Əl-İmran surəsindəki ayələri oxuyur. وَمَا مُحَمَّدٌ إِلَّا رَسُولٌ قَدْ خَلَتْ مِنْ قَبْلِهِ الرُّسُلُ. Muhammed sallallahu aleyhi ve sellem özündən əvvəl olan rasullar üçün bir rasuldur. Əfə immətə, birdən ölsə, əv qutilə və öldürülsə, inqaləbtum alə əqabikum, siz geri dönəcəksiniz, dindən çıxacaqsınız. Allah Teala deyir ki, وَمَنْ يَنْقَلِبْ عَلَى أَقِبَيْهِ, kim qayıtsa, gəldiyi yerə, dindən çıxsa, küfrə qayıtsa, فَلَنْ يَضُرُّ اللّٰهَ شَيْئًا. Allaha heç bir zərər verə bilməz. Heç bir zərər verə bilməz Allah Teala. Fikir verin ayələrə. Sonra Allah Teala deyir ki, Allah Teala buyurur ki, وَمَنْ يَنْقَلِبْ عَلَى أَقِبَيْهِ فَلَنْ يَضُرُّ اللّٰهَ شَيْئًا وَسَيَجْزِ اللّٰهُ الشَّاكِرِينَ. Allah şükr edənləri xeyirlə mükafatlandıracaq. İnsanlar deyirlər ki, biz bu ayələrin nazil olduğu vaxtda yaşayırdıq. Lakin Abu Bakır onları deyəndə sanki birinci dəfə də eşidirdik. Allah subhanahu wa ta'ala
o halda belə Abu Bakr sabit elədi və ümməti onun əli ilə qorudu. Ona görə soruşanda ki, Sırat-ı Müstəqim nə deyirlər ki, Abu Bakr və Ömərdir. Onların yoluna da tabi olmaq üzərimizə vacibdir. وَالسَّابِقُونَ الْأَوَّلُونَ مِنَ الْمُهَاجِرِينَ وَالْأَنْصَارِ وَالَّذِينَ اتَّبَعُوهُمْ بِإِحْسَانٍ رَضِيَ اللّٰهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ. Dində hamını ötüb gedən muhacirlər və ənsarlar. Kimdir muhacir və ənsarlar? Kimdir ağac altında Muhammed sallallahu aleyhi ve selleme beyyət eləyən və Allah da onlardan razı olan? Kimdir? لَقَدْ رَضِيَ اللّٰهُ عَنَ الْمُؤْمِنِينَ اِذْ يُبَايِعُونَكَ تَحْتَ الشَّجَرَ الْآيَةِ. Artıq Allah ağac altında sənə beyyət eləyən möminlərdən razıdır. Bu sahabələr idi. Onların yoluna tabi olmaq vacibdir. Allah onlardan razıdır, onlar da Allahdan. Sən o kəsin yoluna tabi olmalısan ki, artıq Allahın razılığını qazanıb. Sən elə adamlara tabi olursan ki, Allah bilir onların dünyada da, ahirətdə də aqibəti nə olacaq. Allah da Allah bizi qorusun. Sonra buyurur ki, Qatədədən gəlir ki, Qatədə rahiməhullah buyurur ki, ثُمَّ اسْتَقَامُوا. Sonra doğru yolda olanlar İstəqamu alə ta'atillah. Yəni Allaha itaətdə doğru yol üzərində olur. Yəni Allaha davamlı itaət edənlər. Və sonra İbn Rəcəb rahimehullahın sözünü gətirir son olaraq. İbn Rəcəb rahimehullah bütün az öncə qeyd elədiyimiz istiqamət barədə olan sözləri Cəmi'ül Ulum vəl Hikəm 40 hədis risaləsinin şərhində gətirir və kitabın adı belədir, Cəmi'ül Ulum vəl Hikəm. Orada özü istiqamət sözünə tərif verir, dəyərli qardaşlar. Baxın, deyir ki, əl-istiqamə, istiqamət, doğru yol üzərində olmaq, hiyə suluku sıratır müstəqim. Doğru yola yönəlməkdir, doğru yolu tutmaqdır. Və huvə dinül qayyim. Və o da doğru dindir, doğru yoldur. Min gayri tə'vic anhu yumnətən və la yusra. Necə qalmaq o doğru yolda? Necə meyl eləmək? O yolu necə tutmaq? Nə sağa, nə də sola meyl etmədən. Sabit şəkildə doğru yolun üzərində olmaq. Sonra buyurur ki, وَيَشْمَرُ ذَٰلِكَ فِعْلَ طَاعَتْ كُلِّهَا. Sağa sola meyl eləmədən doğru yolun üzərində sabit qalmaq, Allahın əmr elədiyi bütün itaətləri yerinə yetirmək deməkdir. Zahiri və batini hər birisini, həmçinin qadağaları tərk eləmək. Sonra burada İbn Qayyim rahimehullahın sözünü gətirir. İbn Qayyim deyir ki, Allah ona rəhmət etsin, İstiqamə kəlimə cəmiə əxidə biməcəmi'iddin. İstiqamə kəlməsi dindən götürülmüş bir kəlmədir, hansı ki, dinin bütün bölmələrini özündə əhatə eləyir. Əqidə, mənhəc, müstəhəl bütün əməlləri və Allahın qarşısında onun əhdinə vəfa edərək sadiq şəkildə dayanmaqdır. Allah Teala hər birimizi sabit etsin, dəyərli qardaşlarım. Allah Teala bizi azmaqdan, azdırmaqdan qorusun. Bütün xeyirlər Allahdan, xətaların hər birisi bizim nəfsimizdən və şeytandandır. Velhamdülillahi Rabbil ələmin.